deyilir: sevdiyinin bir başqası ilə xoşbəxt olmağını görməkdən daha pis bir şey varsa, o da səninlə bədbəxt olduğunu görməkdir. Mən bu riski gözə ala bilmərəm, hörmətli hakim. Bunu hardan bilirsiniz İsmail bəy? Bəlkə Canan sizinlə daha xoşbəxt olacaq. Nədir? Deyirsiniz ki, Cananın sevgilisindən daha üstün biri olmaq üçün mübarizə aparım? Xeyr İsmail bəy, Hemingway'in qeyd etdiyi bir qanunda belə deyilir: başqasından üstün olmağın qürur duyulacaq bir tərəfi yoxdur. Əsl qürur insanın öz əvvəlki halından üstün olmasıdır. Cananın ağlını qarışdırmaqla qürur duyulası bir şey eləyəcəyimi sanmıram. Sən yaxşılıq elədiyini düşünürsən, amma pislik edirsən İsmail. Etiraz eləyirəm. Bunu nəyə əsaslanaraq deyirsiniz? Göte deyir ki, ən böyük pislik çətinliklərə qarşı mübarizə aparmamaq zəifliyindən irəli gəlir. Bilirsiniz nə var? Siz hamınız yalançısınız. Boş nağıllardan başqa heç nə danışmırsınız. Real həyatda heç bir mübarizə müqəddəs deyil. İsmail bəy, siz məhkəmədəsiniz. Xahiş edirəm səsinizi aşağı salın. Hamısı sizin insanları boş xəyalpərəstliklərlə doldurmağınızdan irəli gəlir.